Bismillah, elhamdülillah və salatu və selamu alə Rasulillah. Esselamu aleykum mühtərəm müsəlmanlar, əziz izləyicilər. Bu videoda da danışmaq istədiyim mövzu tövbə və onun şərtləri haqqındadır. Allah subhanahu wa ta'ala qullarına əmr edərək tövbə etmələri haqqında belə buyurur. Və tubu ilallahi cəmiən eyyuhəl mu'minun ləalləkum tuflihun. Ey möminlər, hamılıqla Allaha tövbə edin ki, bəlkə nizat tapasınız. Həmçinin başqa ayədə Allah subhanahu wa ta'ala belə buyurur. Ya eyyuhəl-ləzīnə əmənu, tubu ilallahi təvbətən nəsuhə. Ey iman gətirənlər, Allaha səmimi qəlbdən tövbə edin. Tövbənin qəbul olunması üçün şərtlər var. Yəni, sadəcə mən tövbə etdim və insanın günahı üzərində qalması, insanda dəyişiklik, yenilik olmaması, bu insanın tövbə etməsi demək deyil. Şərtləri yerinə yetirərsə, tövbə Allah tərəfindən qəbul olunar. Birinci şərti, sırf səmimi qəlbdən Allah rızası üçün tövbə etməsidir. Başqa hər hansı bir mənfəətə və nəyəsə görə olmamalıdır. İkinci şərt, insanın etdiyi günaha görə peşmançılıq çəkməsi. O peşmançılığı həqiqi şəkildə insan qəlbində dadması lazımdır. Həmçinin, üçüncü şərt, insanın günahı tərk etməsi lazımdır. Və o günaha, dördüncü şərt odur ki, insanın günaha qayıtmamasına görə əzmkar olması lazımdır ki, yəni fikrindən keçirməməlidir ki, bugün tövbə edirəm, nə vaxtsa yenə qayıdaram. Xeyr, insan tövbə edirsə, o günaha qayıtmaması üçün də əzmkar olmalıdır. Həmçinin, beşinci şərt, əgər insanın etdiyi günah Adəm evladlarının, yəni bir insanın haqqı barəsindədirsə, kiminsə haqqına girmişdirsə, o zaman o insanın haqqını geri qaytarması, ödəməsi lazımdır. Həmən insandan halallaşması lazımdır. Altıncı şərti isə insan ölüm ayağına çatmamışdan öncə, can boğaza yetişməmişdən öncə insan tövbə etməsi lazımdır. Artıq can boğaza yetişərsə, insanın tövbəsi qəbul olunmaz. Peşmançılıq haqqında bir insan əgər günahından peşmandırsa, bir müddət keçdikdən sonra keçmişdə etdiyi günah haqqında bəhbəhlə danışmamalı. Deməməlidir ki, nə vaxtlar var idi, mən belə bir günah edirdim. Sevinə-sevinə etməməlidir. Yəni, əgər bunu belə danışırsa, o insan demək ki, günahına görə peşman deyil. Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və ətubu ileyk.